Hoş gördük əziz izləyicilər. Bugün iyun ayının 7-sidir. 44 günlük Vətən müharibəsinin şəhidi Mahmudov Elçin Cəmiloğlu'nun cənnətdəki mövludu günüdür. 44 günlük Vətən müharibəsinin şəhidləri. ...44 günlük Vətən müharibəsinin şəhidləri, canları, qanları bahasına şəhid olanlar, torpaqlarımızı işğaldan azad edən şəhidlərimiz, sizlərin sayənizdə torpağımız işğaldan azad olundu. Vətənimiz bütün Azərbaycan oldu. Allah hər birinizə qəni-qəni rəhmət eləsin. Ruhunuz şad, məkanınız cənnət olsun. Selamünaleyküm şəhid şühada, Vətən Qarabağ Ağdam. Allahümme ekber lil-mu'mine vel-mu'minat vel-muslimine vel-muslimat vel-muslimin vel-amvat. Vətən şəhidlərini bizlər şad bi haqqı Muhammedin aleyhi ve sellem. Fatih. Allahümme salli ala Muhammedin ve aleyhi. Ben dedim sastığımızda bir şəkil varsa. Analar, əziz atalar, əziz müəllimlər və şagirdlər. Tədbirimizə başlamamışdan öncə Azərbaycan xalqının baş tacı olan və Azərbaycan torpağının ərazi bütövlüyü uğrunda öz şirin canlarından keçən şəhid qardaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edirik.
qəhrəmanımız Mahmudov Elçin qardaşımızın cənnətdəki mövlud gününə yığışmışıq. Bugün hər birimizin bildiyiniz kimi Azərbaycan xalqının ən müqəddəs bayramlarından olan Qurban Bayramı da qeyd olunur. Mən Allahdan arzu eləyirəm, xalqımızın o kim ki qurban kəsib, onların hamısını qəbul eləsin və bu bayramı gözəl əhval-ruhiyyə ilə yaşamağı bizə yaşadan şəhidlərimizin Allah məqamını uca eləsin. Amin. Bizim hər birimiz bilməliyik ki, şəhidlik həqiqətən ən uca bir zirvədir. Mən onu hər bir çıxışımızda deyirəm, həmişə deyirəm. Şəhidlik elə bir məqamdır ki, ora hər adam da yüksələ bilir. Və bu günlərim bizim tədbirimizdə şəhid ailələrinin işləri üzrə şöbə müdürü Samir müəllim, o cümlədən şəhid ataları, şəhid anaları və Quzanlı bir qəsəbə icra nümayəndəsi, Quzanlı bir qəsəbə tam orta məktəbinin müəllim-şagird kollektivi iştirak eləyir. Bizim hər birimizin vətəndaşlıq borcumuzdur ki, həmişə şəhid ailələrinin yanında olaq, şəhid ailələrinə öz qayğımızı əsirgəməyək və həmişə də onları yadda saxlayaq. Və bu günlərim Elçin qardaşımızın ocağında iki igid qəhrəman böyüyür. Aydın və Uğur. Mən onlar hələ atalarının hansı məqamda olduğunu uşaq olduqları üçün anlamırlar. Onlar böyüdükcə onu anlayacaqlar. Onlar onu biləcəklər ki, ataları Azərbaycan xalqının ən sevimli övladları olublar. Və həmişə də bizim yaddaşımızda igid qəhrəman kimi qalacaqlar. Və mən istəyirəm sözü Samir müəllimə verəm. Tədbir iştirakçılarına bugün ətrafına toplaşdığımız qəhrəman haqqında qısaca arayış vermək istəyirəm ki, 1998-ci ilin məhz bu günü Ağdam rayonunda dünyaya göz açır. Amma əslən Ağdam rayonu Kəngərli kəndindəndir və 93-cü ildə ermənilərin hücumu nəticəsində öz kəndlərindən didərgin düşmüş bir ailənin övladı oldular. Və Elçin hərbi xidmətini başa vurduqdan sonra 2018-ci ildə yenidən həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan ordu sıralarında xidmət etməyə başlayır və o həqiqətən də hərbi xidmətə qayıtdıqdan sonra bilirdi ki, yəni çətin bir peşədir və ölkəmiz düşmənlə belə deyək 30 ildən artıqdır ki, müharibə şəraitində yaşayır. Və o bilirdi ki, məhz müharibə qaçılmazdır. Çünki Azərbaycan xalqı bununla barışa bilməz, bunu qəbul edə bilməz. Və nəhayət 2020-ci ildə 44 günlük vətən müharibəsində Elçin Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Bəli, məndən öncə Qorxmaz müəllim vurğuladı. Bu günlərim bütün müsəlmanların müqəddəs bayramı olan Qurban bayramıdır. Məhz bu günə təsadüf edir. Bunun özündə də bir hikmət var, bunun özündə də bir məhz ona görə vurğulayıram ki, yəni Allah təala bütün müsəlmanların çəkdiyi qurbanları qəbul etsin. Çünki hər bir müsəlmanın ağzında dualar olur həmişə. Və bu gün demək olar ki, yəni üzünü görməmiş. Ancaq Uğur böyüdükcə dərk eləyəcək ki, onun atası bir qəhrəman olur. Və nəyə görə deyirəm? Bir neçə ay bundan öncə məhz Ağdam rayon Kəngərli kəndinə artıq köç başladı. Orada insanlar, orada məktəblər fəaliyyət göstərir, bağçalar fəaliyyət göstərir. Orada və digər Ağdam torpağında məscidlərimiz işğaldan azad olundu və bugün orada Azərbaycanın gəncliyi orada inkişaf edir. Orada məktəblərimizdə körpə fidanlarımız məktəbə gedir, universitetlərimiz fəaliyyət göstərir. Mən onu vurğulamaq istəyirəm ki, məhz bu Elçin kimi qəhrəman oğulların sayəsində. Mən burada olan ailələrin demək olar ki, hər birinin 5 ildə hər gün istər havanın isti şəraiti olsun, istər yağışlı şəraiti olsun, istər tətil olsun, istər... Yəni hər bir zaman burada bütün şəhid ailələrini mən həmişə gələndə burada görmüşəm. Günün istənilən saatı, istər gün səhər olsun, günorta olsun, axşam olsun. Yəni bu müqəddəs yerə
bütün yəni bu şəhid valideynləri istər cəmaatımız həmişə ziyarət edir. Və bu gün onun düzdür, məhz 22 yaşında o şəhidlik zirvəsinə ucalmışdı. Ancaq bu gün onun 27 yaşı olacaq. İnsanların qəlbində gənc bir oğlan kimi, gənc bir qəhrəman kimi yaşayacaq. Və düzdür, onun itkisi ağırdır, acıdır. Çünki onun gənc ömürgün yoldaşı, istər valideynləri olsun, istər... Yəni bu, hər birimiz çəkilirik öz evimizə, hər birimiz çəkilirik öz işlərimizin arxasınca gedirik. Ancaq valideyn onunla barışmır. Yəni, çünki mən dünənlərim 44 günü Vətən müharibəsində 2 övladını itirmiş Tacir Nazirgilin ailəsində Mailə xalacada oldum. Həqiqətən də inanın günün sonuna qədər orada olunan söhbətlərin təsirindən çıxmaq olmur. Yəni, çünki 5 il, 6 il keçir, valideynlər barışmır, həyat yoldaşı barışmır, övladları barışmır. Bəxş etdi, bayrağımızın uca olmağını bəxş etdi. Övladlarına, yəni öz müqəddəs adlarını, onların həmişə fəxr edəcəyi bir adı onlara bəxş etdi. Mən Allah Taala'dan bütün analara səbr dilərəm. Onlara səbr dilərəm ki, onların övladlarının gözəl günlərini görsünlər. Subay şəhidlərimizin, qardaş bacılarının, bilirsiniz, onlar hər biri sizin həmişə üzünüzün gülməyini istəyərdilər. Tək sizin yox, bütün xalqımızın. Bir daha Allah Taala'dan səbr dilərəm. Mən bu günlərim bizim gənclərimizi Şəhidlər Xiyabanına ziyarətə gəlməyi görəndə həqiqətən də qürurlanıram. Bizim bu günlərim Quzanlı bir qəsəbə tam orta məktəbinin məzunları bu günlərim bizim tədbirimizdə iştirak edirlər. Mən onların hər birinə can sağlığı arzulayıram. Hər birinə bu şəhid ailələri adından təşəkkürümü bildirirəm. Onlar tədbirlərin, necə deyərlər, hələ tədbirləri olmamış bizim şəhidlərimizin bu uyduğu bu məkanı ziyarət eləməyə gəliblər. Və rayonumuzda həmişə şəhid ailələrinə qayğı, diqqət başqa rayonlara baxan yerdə yaxşıdır. Biz Mehman Qəmbərovun ad günündə Bərdədə iştirak eləyəndə şəhid analarımızla ora getmişdik. Orada bir şəhid atası bir çıxış elədi. Və onu da dedi ki, xahiş eləyirəm mənim bu çəkilişimi nə kəsməyin, nə bir şey eləməyin. Elə onu da elə bir YouTube'da yerləşdirir. Bütün hər bir tərəfə qoy səs salsın ki, Ağdam rayonunda şəhid ailələrinə, Şəhidlər Xiyabanına olan qayğı, diqqət heç bir rayonda yoxdur. Bizim rayonumuzun rəhbəri Vaqif müəllim şəhidlərimizin adını əbədiləşdirmək üçün mərasim evi tikibdir. Amma heç bir rayonda yoxdur. O cümlədən məktəblərimizdə şəhidlərimizin adına siniflər var. Mən elə başa düşürəm ki, mən Bərdə məktəblərinin hansına getmişəm, elə bir şey orada yoxdur. Sadəcə olaraq 2 dənə, 1 dənə ola bilər. Amma bizim rayonumuzda olan, bax, Gəncə böyük şəhərdir. Gəncədən bura şəhid ailəsi gəlmişdi. Dedi, biz Şəhidlər Xiyabanına getməsək, gedib oranı heç kim təmizləmir. Amma bura 7-8 nəfər ayırıb ki, hansı ki buranın təmizliyinə, bu bağa, bağata, həqiqətən bura cənnət. Şəhidlərimiz də elə cənnətdə. Yəni, hər birimiz bu qayğını da hiss eləməliyik. Hər birimiz də onu deməliyik. Yəni, o görünən bağa demək heç zada ehtiyac deyil. Onsuz da hamı gəlir buranı görür. Və bu günlərin bizim burada şairimiz də var ki, bizim həmişə ürəyi Ağdamla döyünən, Qarabağla döyünən German qardaşımız burada iştirak eləyir. Mən istərdim elə fürsətdən istifadə eləyib sözü German qardaşımıza verir. Buyurun. Xeyir olsun. Mən başda elə şəhidlərimiz olmaqla hamımızın Qurban bayramını təbrik edirəm. Onların bayramın cənnətdə, sizin bayramınızı onların məzarları önündə. Allah rəhmət eləsin şəhidlərimizə. Ağdam elə tarixən həmişə vuran tutan olsa da bir tərəfdən də elə həmişə başımızda bəlalar olub, bu bəlaları yaşamışıq. Mən 21 kitabımın
demək olar ki, 70-80% ilə şəhidlərlə, Qarabağ müharibələri ilə bağlıdır. Halal xoşlar olsun hamısının. Elçin də haqqında yazmışım. Elçin, Allah rəhmət eylesin. İgid oğlandı, Allah onun balalarına, aydına, uğura, torpağı sana ömür versin. Və bugün biz şəhidlərdən danışırıqsa, bizim şəhidlər haqqında ümumi sözlər yaramır. Şəhid haqqında şablon sözlər yaramır. Şəhid haqqında səmimi danışmalıyıq. Hətta tanımadığımız şəhidlər haqqında. O şəhid ki, ömrünün yerdə qalan 50, 60, 70, bəlkə də 80 ilin bizə fəda eləyib gediblər də. Yəni, əgər o müharibə olmasaydı, şəhid olmasaydılar, yəqin ki, indən belə. İndi Allah bilənməsə, tam bu ortalama götürək bir 50 ildə yaşayardılar da, heç olmasa 70'i orta yaş hesab yəni o qocalığın orta həddi hesab eləsək. Onlar o ömürlərin bizə bəxş edib gediblər və o ömrü ki, o ömür hər birimizin olmasa da onun ailə üzvləri, yaxınları arasında həmişə görünəcək. Elə görünəcək, Allah ki, bir qohum toyunda, qonşu toyunda, xeyirdə, şərdə hamısının yeri görünəcək. Allah bu analara, atalara səbir versin. Mənim şəhid analarına bağlı, şəhid atalarına bağlı xeyli şeirlərim var. Bunu da bu yaxınlarda paylaşmışdım. Şükür Allah, Ağdamda azad olunub, Qarabağımız azaddır və biz Ağdamlığımızı qaytarmalıyıq. 30 ildir səfələşmişik hərə bir tərəfdə. Mən əstəğfurullah deyənmərəm, hansı rayon, kimdən, hər bir yerin elə yaxşı da, pis də var. Amma yəni psixologiyalarımız biraz dəyişib. Ağdamlılığımızı qaytarmaq üçün birinci o mütəşəkkillikdən istifadə eləməliyik. Ağdamımızın mütəşəkkilliyin başçı Allah canı sağ eləsin, bacardığını eləyir. Allah hamısına rəhmət eləsin. Allah təşkilatçılara da can sağlığı versin, Sona xanıma səbir versin, güc versin, imkan versin ki, Elçinin balaların əvüstə qoya bilsin və siz dediyiniz kimi, müəllim dediyi kimi ki, onların üstə girmələrin, çıxarmaların, həyatda gözəl bir mövqe tutmalarının şahidi olaraq Allah hamınızı qorusun. Mən hər gün saat 9-dan 12'ye qədər burada oluram. Hər gün. Bizim 2 gün bundan öncə şəhid atamız Məhəmməd Əlizadə, Məhəmməd Əlinin atası Artizan idarəsində işləyir. O kollektivin yaranması günüydü. Peşə bayramıydı. Yəni onlar ən birinci tədbirləri başlamamış buranı ziyarət elədilər. Hafız müəllim başda olmaqla hamısı gəlib buranı ziyarət elədilər. O cümlədən məktəblərimiz mütəmadi olaraq, yəni bunu heç kim deməyib olaraq. Tahir müəllim öz göstərişini verib. Məktəblərimiz mütəmadi olaraq, məsəl üçün hansı şəhidimiz hansı kətdəndirsə, o şəhidlərimizdən əlavə hansı məktəb varsa, Əfətli məktəbidir, Qaradağlı məktəbidir, o cümlədən Əhməd Ağalıdır, Mirəşəllidir, bir-bir hamısının adını çəkmək olmaz. Yəni hamısı mütəmadi olaraq siniflər, hansı şəhidin adına olan siniflər var, neçə məktəblər var, hamısı buranı gəlib ziyarət edib gedirlər. Yəni onu artıq qayda, qanun hamısı qoyulubdur. Yəni onu sizin nəzərinizə çatdırmaq istəyirdim. Və onları heç vaxtı unutmaq olmaz və unutturmamaq olmaz. Bizim şagirdlərimiz bu günlərin şeir boğçası ilə qonaq gəliblər. Mən istərdim ki, Quzanlıbir qəsəbə tam orta məktəbinin şagirdlərin dinləyək və sonra bizim Uğurla Aydını da dəvət edirəm bura. Sabahçı da günüm, hakkım var çölgünüm, Azərbaycandır yanında, ürəklərdə döyünüm, Azərbaycandır yanında, Allah'ın şərtləndirilir. Dur orada. Tutub Füzulidən Zəfər bayrağı, muğamın ocası Şuşaya gedər. Çaldıq haqq uğruna şərəfli zəfər. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Sağ ol qadın. Məzarında qərəmpillər, lalə kimi bitəcəklər. Nə biləydi sinəsində qardaş boyda dərd olacaq. Nə biləydi təsəllisi Aydın ilə uğur olacaq. Və beləcə illər ötdü, sənin tək igid böyütdü. Nə biləydi anan sənin evində şəhid böyüdür.
İzin ver evlərdə ocaq söndürəm. Bu günü təqvimdən silim şəhidim. Qəbrinin üstündə bacın ağlayır. Mən necə yaşayım günüm şəhidim. Nə olardı biraz çox yaşayardım. Bacının saçına xına qoyardım. Aydının, uğurun səsini duyardım. Bəlkə də ayırmazdı ölüm şəhidim. Qoparmayın şəhid adlı yaramı. Düşmənlər duymasın bu fəryadımı. Bilmirəm sevinim ya ağlayım mı? Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Ayana, saçını dərddən ağartma, gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib yanma, alışma. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Həyatda candan şirin deyil nə var? Şirin candan kesti vətən üçün onlar. Əlbət yaşayacaq belə oğullar. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Vətənin köməyə ehtiyacında, yetdilər imdada dar ayağında. Aqanların tökdülər torpaq uğrunda, adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Allah şəhidlərimizə rəhmət eləsin. Çox uğrunuzda bizim şəhidlərimizin zəhməti var. Və o cümlədən siz sabahlarım hansısa bir vəzifədə çalışasınız, hansısa bir idarə müəssisədə çalışasınız. Onu bilin ki, hər birinizin uğrunuzda bizim şəhidlərimizin əməyi var. Onu yaddan çıxartmayın. Və həmişə də onların ruhu o vaxt şad olur ki, onun adını daşıdığı məktəb şagirdləri uğur qazansınlar, həmişə yaxşı oxusunlar. Və onların sizə əmanət qoyduğu, mən məzunlara üzümü tuturam. Şəhidlərimizin sizə əmanət qoyduğu torpaqlarımızı onlar necə ki, qanı canı bahasına sizə təhvil verib, siz də qanınız canınız bahasına o torpaqlarımızı qorumalısınız. Və indi Məşədi Amil buyursun şəhidlərimizin ruhuna. Muhammedin ve Ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Sabbih isma rabbikal a'la allazi khalaqa fasawwa. والذي قدر فهدى والذي أخرج المرعى فجعله صايا وسنقرئك فلا تنسى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى ونيسرك لليسرى فذاكر النفات الذكرى سيذكر من يخشى ويتجنبها الأشقى الذي يصلى نار الكبرى ثم لا يموت فيها ولا يحيا أفلح من تزكى وذكر اسم ربه فصلى بل ترسلون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي صحف الأولى صحف إبراهيم وموسى صدق الله العلي العظيم وتدجى بلغ رسول النبي الكريم ونحن على ذلك من الشهداء والشاكرين والحمد لله رب العالمين. قال تبارك وتعالى في كتابه الكريم إن لله وإنا إليه راجعون. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد وآل محمد. اللهم نمر قلوبنا بالنور القرآن وكفر عنا سيئاتنا بعزة القرآن واشف مرضنا بآية القرآن وسلم أحيانا بحرمات القرآن. اللهم اجعل القرآن لنا في الدنيا راحة وفي القبر مونسا وبشرا في الزمان.
سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين يا رب العالمين آمين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء السنة والقدماء والصلاة والسلام Tədbir iştirakən hamısınlarından Şəhid Mahmudov Yesin Cəmilov. Onun timsalında buradayım Cəmil vətən ağlar. Şəhidlərimiz ruhlar, şad. Bi haqqı Muhammedin aleyh və bi hürmeti Resulullah. Fatih. Elhamdülillahi Rabbil alemin. Rahmanirrahim. İyyâke na'budu ve nestaîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lahu kufuven ehad. Allahümme salli ala Muhammedin ve aleyhi. Allah bütün şəhidlərimizin məqamını icra eləsin. Allah razı olsun.